Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi RTV kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir dadlı salat hazırlayacağıq. Bunun üçün bizə nələr lazımdır? Bir dənə xiyar, 3 dənə yumurta soğutma bişib, qabığı soyulub. Gördüyünüz kimi 1-2-3 diş sarımsaq, yaşıl soğan, pendir, kukuruz, belə qarğadalı, mayonez, təbii ki duz istiyor zövqə görə və bir də istəsəz şüd tökə bilərsiniz. Yəni zövqdən asılıdır. Biz ancaq mən biraz salatda ilə də çürüdü sevmədiyim üçün tökmürəm. Deməli əzizlərdə gördüyünüz kimi qarğadalarımızı tökürük bura qabımıza və başlayırıq deməli ilk öncə pendirimizi rəndələyirik. Bax beləcə rəndədən keçirdik. Rəndədən pendirimizi belə deyək keçirdik. Videoda da düşünür yaxşı. Baxın gördüyünüz kimi bax belə oldu və hamısını salatımızın üzərinə tökürük. Deməli əzizlərdə gördüyünüz kimi pendirimizi rəndədən keçirdik. Soğanımızı bax belə xırda-xırda doğrayırıq, göy soğan. Kim sevirsə yaşıl baş soğan da tökə bilər. Ancaq bu salata yaşıl soğan edin. Soğanımızı da əlavə edirik. Salatımıza və yumurtanı da bir neçə hissəyə bölüb heç yaxşı düşmür. Məndə ki heç kameraya baxmayıb çəkirəm. Belə doğrayırıq. Belə qoyum. Üzürlü sayın indi keyfiyyətli alınmasa da əsas reseptidir. Çünki həm çəkirəm, həm göstərirəm. Ona görə biraz uzun da olsa üzürlü sayın. Yumurtamızı da elədik və tökürük bura. Və xiyarımızı sonda doğrayırıq. Xiyarı da bir neçə hissəyə bölürük. Belə. Böyle bu şekilde xiyarımızı da doğrayırıq. Kamerada düşürümə görə. Çünki videomuz belə deyək, çox belə keyfiyyətli olmadı məncə. Yaxşı çəkənmədi. Xiyarımızı da əlavə edirik. İnandırım siz çox dadlı bir gözəl salat. Və deməli sarımsağımızı götürürük əzizləyicə. Bax belə əzməkdə olan, amma biz həmişə bax belə sürkəç var, xüsusi bu pendir üçündür.
Amma biz çox vaxt elə bunda belə deyək də sarımsaq rəndələyirik. Yəni sürükəşdən keçirdirik. Bax belə görürsüz, xırda-xırda alınır. Gördünüz? 2-3 diş eləyirik. Belə elədik. Üzərinə zövqə görə duz əlavə edirik. İstiot əlavə edirik, qara istiot. Götürək dolaşmasın və mayonezimizi əlavə edirik. Deməli üzərinə biraz mayonezi deyək. Az edirik. Sonra isə əgər az olsa əlavə edəcəyik. Kifayət qədərdir. İnandırım sizi çox dadlı bir, belə deyərdim, salat olur. Biraz videomuz uzun çəkdi. Mesela bu şey olmadı. Yaxşı çəkə bilmədim. Baxın, şu arka salatımız hazırdır. İndi boşqaba qoyub servis edib süfrəyə verə bilərik. Baxın əziz izləyicilər, gördüyünüz kimi boşqaba qoyduq. Belə deyərdim, servis etdik. Çox dadlı və gözəl bir salat alındı. Yəni bu salatı siz hazırlayıb belə deyəlim, bayram günlərində də, adi günlərdə də, nə bilim, nə vaxt istəsəz hazırlaya bilərsiniz. Az ərzaqlarla başa gəlir, həmçində çox dadlı bir belə deyərdim, salatdır. Yəni hazırlayın, inandırım sizi dadından doymayacaqsınız, yedikcə yemək istəyəcəksiniz. Həm faydalı, həm də gözəl. Bu qədər əziz izləyicilər, hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun əziz izləyicilər, salamat qalın.